Salam. Bugün sizinlə Azərbaycanın Cinayət Məcəlləsinin ümumi hissəsinə biraz dərindən baxacağıq. Əlimizdəki əsas mənbə ilə məcəllənin özüdür. Məqsədimiz, belə deyək, onun təməl prinsiplərini, kimlərin məsuliyyət daşıdığını və cəzaların necə təyin olunduğunu anlamaqdır. Gəl bu vacib sənədə birlikdə nəzər salaq. Bəli, salam. Bu məcəllə həqiqətən də Azərbaycanın cinayət hüququ sisteminin, necə deyim, özəyidir. Cəmiyyətdə qayda-qanunun qorunması üçün hansı mexanizmlərin işlədiyini məhz bu sənəd müəyyən edir. Yaxşı, o zaman başlayaq məcəllənin əsas vəzifələrindən. Yəni bu qanun nəyi qorumağı hədəfləyir əslində? Əsas vəzifələr əslində çoxşaxəlidir. Baxın, birinci növbədə sülhü və bəşəriyyətin təhlükəsizliyini qorumaqdır. Amma təkcə bu deyil, həm də bilirsiniz, vətəndaşların hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, sonra ictimai qaydanı, təhlükəsizliyi, hətta ətraf mühiti və ölkənin konstitusiya quruluşunu cinayət əməllərindən qorumaqdır. Əlbəttə, bir də cinayətlərin ümumiyyətlə qarşısını almaq vəzifəsi var. Və bütün bunlar, onu da deyim ki, konstitusiyaya və beynəlxalq hüququn ümumi normalarına əsaslanır. Deməli, çox geniş bir qoruma dairəsindən danışırıq. Bəs bütün bu sistem hansı təməl prinsiplər üzərində qurulub? Yəni, əsas ideyalar nələrdir? Bir neçə, belə deyək, fundamental prinsip var, bunlar çox vacibdir. Birincisi, qanunçuluq. Yəni, bir əməl ancaq və ancaq bu məcəllədə cinayət kimi yazılıbsa, ona görə cəza verilə bilər. Qanunu başqa oxşar vəziyyətə tətbiq etmək, yəni analogiya qətiyyən olmaz. Bəli, bu aydındır. Qanunda yoxdursa cinayət deyil. Bəli. İkincisi, qanun qarşısında bərabərlik, yəni cinayət törədən şəxsin irqindən, dinindən, cinsindən, vəzifəsindən, heç nədən asılı olmayaraq hamı qanun qarşısında eynidir, bərabər məsuliyyət daşıyır. Bu çox ədalətli səslənir. Bəs məsuliyyətin özü, məsələn, zərər var, amma şəxsin təqsiri yoxdur. Onda necə olur? Bax, bu bizi üçüncü prinsipə gətirir. Təqsirə görə məsuliyyət. Şəxs yalnız təqsiri, yəni günahı sübuta yetirilmiş əmələ görə məsuliyyət daşıya bilər. Təqsirsiz zərər vurmaya görə, yəni bilmədən, istəmədən olan bir şeyə görə cinayət məsuliyyəti yoxdur. Dördüncü prinsipdə ədalət. Ədalət, yəni cəza əmələ uyğun olmalıdır. Tamamilə. Verilən cəza həm cinayətin xarakterinə, təhlükəliliyinə, həm də cinayətkarın şəxsiyyətinə uyğun mütənasib olmalıdır. Və çox vacib bir qayda. Heç kim eyni cinayətə görə iki dəfə məsuliyyətə cəlb edilə bilməz. Və yəqin ki, sonuncu olaraq humanizm də var. Əlbəttə, əlbəttə. Beşinci prinsip humanizmdir. Yəni, cəza və digər tədbirlər heç vaxt işgəncə xarakteri daşımamalıdır. İnsanın ləyaqətini alçaldan rəftara yol verilə bilməz. Cəzanın məqsədi qisas deyil, bilirsiniz. Anladım. Bu prinsiplər çox aydındır. Bəs bu qaydalar kimlərə aiddir? Yəni, cinayət məsuliyyətinə kimlər cəlb edilə bilər? Məsələn, yaşın, psixi vəziyyətin rolu varmı? Ümumi qayda belədir. Cinayəti törədən zaman 16 yaşına çatmış və anlaqlı şəxslər məsuliyyətə cəlb olunur. Anlaqlı deyəndə, yəni öz hərəkətlərinin mənasını başa düşən və onları idarə edə bilən şəxslər nəzərdə tutulur. 16 yaş. Bəs istisnalar var. Daha aşağı yaş həddi? Bəli, var. Bəzi, necə deyim, daha ciddi, ağır cinayətlərə görə, məsələn, qəsdən adam öldürmə, oğurluq, soyğunçuluq, terrorçuluq kimi əməllərə görə məsuliyyət artıq 14 yaşdan başlayır. Deməli, 14 yaş yalnız o siyahıda olan xüsusi ağır cinayətlər üçün keçərlidir. Bəs anlaqlılıq məsələsi? Şəxs psixi cəhətdən sağlam deyilsə? Əgər şəxs psixi xəstəlik və ya başqa bir pozuntu üzündən etdiyi əməlin, belə deyək, faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmirsə və ya öz hərəkətlərini idarə edə bilmirsə, o zaman o anlaqsız sayılır və anlaqsız şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Amma sərxoşluq bəhanə deyil yəqin. Qətiyyən. Sərxoş vəziyyətdə, istər alkoqol, istər narkotik təsiri altında cinayət törətmək məsuliyyətdən azad etmir. Bu çox birmənalıdır. Yaxşı, bu da aydındır. İndi gərək cinayətlərin özünə və cəzalara, cinayət nədir və məcəllə onları necə qruplaşdırır? Hansı cəza növləri mövcuddur? Cinayət, qısaca desək, qanunla qadağan edilmiş, cəza təhdidi altında olan təqsirli,
Yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməldir. Onlar da öz növbəsində ağırlıq dərəcəsinə görə 4 yerə bölünür. Böyük ictimai təhlükə törətməyən, yəni yüngül cinayətlər, sonra az ağır, ağır və xüsusilə ağır cinayətlər. Bəs cəzanın məqsədi nədir? Niyə cəza verilir? Cəzanın məqsədi əslində 3 istiqamətlidir. Birincisi, sosial ədaləti bərpa etmək, ikincisi, məhkum olunmuş şəxsi islah etmək, yəni düzgün yola yönəltməyə çalışmaq. Üçüncüsü isə həm onun özünün, həm də başqalarının gələcəkdə yeni cinayətlər törətməsinin qarşısını almaq. Yəni, həm də çəkindirmə funksiyası var. Bəs konkret cəza növləri hansılardır? Növlər müxtəlifdir. Ən yüngülündən başlasaq, cərimə var, sonra müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməm, ictimai işlər, islah işləri var, daha sonra azadlığın məhdudlaşdırılması gəlir və əlbəttə müəyyən müddətə azadlıqdan məhrum etmə. Bu, 3 aydan 20 ilə qədər ola bilər. Ən ağır cəza növü isə ömürlük azadlıqdan məhrum etmədir. Bu cəzalar əsas və ya əlavə cəza kimi təyin edilə bilər. Ömürlük azadlıqdan məhrum etmə. Bu, yəqin ki, hər cinayətə görə verilmir. Xeyr. Yalnız ən ağır, xüsusilə ağır cinayətlərə görə və yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda tətbiq edilir. Və onu da qeyd etmək lazımdır ki, bu cəza qadınlara, cinayəti törədərkən 18 yaşı tamam olmamış şəxslərə və hökm çıxarılan zaman 65 yaşına çatmış kişilərə təyin edilmir. Bu məhdudiyyətlər də yəqin elə humanizm prinsipi ilə bağlıdır. Yaxşı, son olaraq cəza təyin edilərkən məhkəmə nəyi nəzərə alır? Məsələn, cəzanı yüngülləşdirən hallar varmı? Əlbəttə var. Məhkəmə qərar verərkən çox diqqətli olmalıdır. Birincisi, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi. İkincisi, təqsirkarın şəxsiyyəti, yəni kimdir, necə biridir, əvvəl məhkumluğu olubmu və s. Üçüncüsü isə bəli cəzanı yüngülləşdirən və ya əksinə ağırlaşdıran hallar mütləq nəzərə alınır. Yüngülləşdirici hallara misal olaraq, məsələn, əgər şəxs ilk dəfə cinayət törədirsə, xüsusən yüngül və ya az ağır cinayət, yetkinlik yaşına çatmayıbsa, hamilədirsə, yaxud könüllü olaraq təqsirini boynuna alıb, peşman olub, istintaqa kömək edibsə, vurduğu ziyanı könüllü ödəyibsə, bunlar hamısı yüngülləşdirici hal sayılır və cəza təyin edilərkən nəzərə alınır. Deməli, belə yekunlaşdıra bilərik ki, Cinayət Məcəlləsinin ümumi hissəsi sadəcə quru qaydalar yığımı deyil. Əslində, ədalət, bərabərlik, humanizm kimi fundamental prinsiplərə söykənən, cinayət və cəzanın hüquqi çərçivəsini müəyyən edən çox mühüm bir sənəddir. Kimin, niyə məsuliyyət daşıdığını, cəzanın məqsədini aydınlaşdırır. Tamamilə doğrudur, tamamilə razıyam. Bu məcəllə cəmiyyətdə sabitliyin, təhlükəsizliyin təmin olunmasında və ədalətin bərqərar olunmasında həqiqətən də çox vacib rol oynayır. Gəlin baxaq görək, bu sənəd nədir, strukturu necədir? Bəli, bu məcəllə əslində hər cinayət məcəlləsi kimi 2 əsas hissədən ibarətdir. Ümumi və xüsusi hissələr. Ümumi hissədə, belə deyək, təməl prinsiplər var. Cinayət nədir, cəza nədir, məsuliyyət necə yaranır? Aha. Amma bizim əlimizdəki məlumatlar daha çox xüsusi hissəyə aiddir. Yəni, konkret hansı əməllər cinayət sayılır və cəzaları nədir? Anladım. Və xüsusi hissəyə baxanda doğrudan da çox fərqli sahələri əhatə etdiyini görürük. Düzdür. Bəli, çox genişdir. Məsələn, sülh və insanlıq əleyhinə cinayətlər var. Maddə 100-dən 119-a qədər. Və burada məsələn, maddə 105, əhalini qəsdən məhv etmə, cəzası da ömürlük azadlıqdan məhrum etmədir. Çox ciddi. Bunlar ən ağır cinayətlər sayılır, təbii ki. Sonra gəlir şəxsiyyət əleyhinə cinayətlər, maddə 120-dən 169-a kimi. Məsələn, hamının bildiyi maddə 120, qəsdən adam öldürmə. Amma bunun da növləri var. Necə yəni növləri? Baxın, əgər adam öldürmə, deyək ki, xüsusi amansızlıqla törədilibsə və ya milli, irqi, dini ədavət, nifrət zəminində bu 120.2.12-ci maddədir, o zaman cəza daha da ağırlaşır. Deməli, təkcə əməl yox. Bəli, motiv də çox önəmlidir.
Motiv də rol oynayır. Maraqlıdır. Bəs başqa daha gündəlik həyatda rastlaşa biləcəyimiz, məsələn, işgəncə, maddə 113, insan alveri, maddə 144.1. Bunlar da bu bölmədədir. Hə, bunlar da şəxsiyyət əleyhinədir və daha çox rastlanan yəqin ki, maddə 147 böhtan və 148 təhqir. Hətta maddə 148 bir də var ki, bu saxta internet profilləri ilə edilən təhqirləri ailəca tənzimləyir, yəni anonim yazanları. Bu çox aktualdır indiki dövrdə. Deməli, qanun internetdəki davranışlara da reaksiya verir. Əlbəttə, texnologiya inkişaf etdikcə qanun da ona uyğunlaşmağa çalışır. Elə kiber cinayətlər fəsli də, fəsil 30 buna sübutdur. Hə, onu da gördüm. Maddə 271 kompüter sisteminə qanunsuz daxil olma, 272 kompüter məlumatlarını qanunsuz ələ keçirmə. Bəli, bunlar artıq yeni reallıqlardır. Kompüterlər, məlumatlar, bunlar hamısı qorunmalı dəyərlərdir artıq. Başqa hansı müasir məsələlər var? Məsələn, iqtisadi cinayətlər yəqin ki, həmişə olub, amma bəlkə yeni formaları var. İqtisadi sahədə cinayətlər də geniş bir fəsildir, maddə 190-213, amma bəlkə də korrupsiya cinayətlərinə ayrıca qeyd etmək olar. Fəsli 33 sırf bunlara həsr olunub. Məsələn, maddə 311 rüşvət alma, maddə 312 rüşvət vermə. Rüşvət verməklə bağlı maraqlı bir qeyd də var idi deyəsən. Maddə 312-nin qeydi. Əgər könüllü məlumat versən... Düzdür, əgər şəxs rüşvət verməsi barədə özü könüllü şəkildə orqanlara məlumat verirsə və ya rüşvət ondan tələb olunubsa, o cinayət məsuliyyətindən azad edilə bilər. Bu, yəqin ki, bir növ stimullaşdırıcı addımdır, eləmi? Korrupsiyanı açmaq üçün. Tamamilə. Qanun təkcə cəza deyil, həm də müəyyən mexanizmlər təklif edir. Bir də ekoloji cinayətlər var, fəsil 28, hansı ki, getdikcə daha da aktuallaşır. Məsələn? Məsələn, maddə 248 ekoloji cəhətdən təhlükəli maddələrin, tullantıların dövriyyəsi qaydalarını pozma. Yəni, ətraf mühitə zərər vurmaq da cinayətdir. Deməli, ümumiləşdirsək, bu məcəllə həqiqətən də cəmiyyət üçün təhlükəli sayılan çox geniş bir əməllər spektrini əhatə edir. Sülhə qarşı cinayətlərdən tutmuş, gündəlik həyatdakı təhqirə, böhtana, iqtisadi fırladallıqlara, hətta kiber və ekoloji məsələlərə qədər. Bəli, əsas məqsəd cəmiyyəti, fərdləri, yəni sizi müxtəlif təhlükələrdən, zərərli təsirlərdən qorumaqdır. Qanunun əsas funksiyası budur. Və bu qanunda zamanla dəyişir, yenilənir, gördüyümüz kimi kiber cinayətlər, ekologiya kimi məsələlər bunu göstərir. Məhz. Və bu da bizi maraqlı bir suala gətirir. Bu məcəllə 1999-cu ildə qəbul olunub, sonradan dəyişikliklər edilib, amma dünya sürətlə dəyişir. Texnologiya, cəmiyyət. Sizin üçün bir düşüncə. Görəsən, gələcəkdə, bəlkə 10-20 il sonra hansı yeni, indi heç ağlımıza gəlməyən ictimai təhlükəli əməllər ortaya çıxacaq ki, onları da bu məcəlləyə əlavə etmək lazım gəlsin? Çox maraqlı sualdır. Bəlkə süni intellektlə bağlı nəsə və ya tamamilə fərqli bir şey. Bəli, bu barədə düşünməyə dəyər. Bugünkü söhbətimizdən sonra sizin üçün də bir düşüncə mövzusu. Məcəllənin lap əvvəlində 1-2-ci maddədə qeyd olunan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri bizim milli cinayət qanunvericiliyimizə, yəni gündəlik praktikaya əslində necə təsir göstərir? Bunun konkret təzahürləri barədə düşünməyə dəyər.